1975-ci ildə Zərdab rayonunun Gəlmə kəndində müəllim ailəsində anadan olmuşam. Ailədə 3 uşaq olmuşuq. Bacım, qardaşım və mən. Qardaşımla mən əkizik. Onlar Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsində, mən isə tamamilə bir fərqli sənəti seçdim. Yəni, sual oluna bilər, niyə ədəbiyyata meyil oldu məndə? Mən jurnalistika fakültəsini bitirdim, Bakı Dövlət Universitetinin Beynəlxalq Jurnalistika fakültəsini. Səbəbi, yəni, mənim anamın da ədəbiyyatçı, xalamın da bir-birlərinin, bəlkə də yəni, genlə, nəsillə keçən irsi bir, deyə bilərəm, bir şey idi. Və orta məktəbdə oxuyandan, haradasa 6-cı sinifdən şeirlər yazdım. İlk şeirim orta məktəbdə sinifimizdə Saadət adlı bir qız vardı. Anasını çox erkən itirmişdi. Anasız adlı şeir oldu. Onun, yəni, anasının yoxluğu mənə təsir elədi. Bilməzdim ki, zaman gələcək, 20 yaşında bu acını özüm yaşayacağam. Ondan sonra o şeirlər daha təbii alındı. Çünki, yəni, o həyatı özüm yaşayırdım. Tələbəlik illəri institutda oxuyan vaxtı, daha doğrusu Bakı Dövlət Universitetində oxuyan ərəfədə artıq 3-cü kursda mən işləyirdim, yarım ştat işləyirdim. Azərbaycan mətbuatının müəyyən sahələrində çalışmışam, daha doğrusu qəzetlərdə, jurnallarda. Sonra ASTV-də çalışdım. Səhər proqramında Qulu Məhərrəmli ilə redaktor vəzifəsində çalışdım. Sonra yenə bir neçə mətbuatda çalışdım. Artıq 3 ildir ki, jurnalistika sahəsini tamamilə ləğv elədim, sənətimdən xaric elədim və bugün hal-hazırda el məclislərində aparıcı kimi iştirak edirəm. Və təbii ki, öz şeirlərim də ön sırada olmaq şərti ilə. 2 il öncə mənim böyük bir yaradıcılıq gecəm keçirildi İpək Yolu restoranında, yüksək səviyyədə. Yəni, həmin gecənin aparıcısı Respublikanın əməkdar artisti Ağalar Bayramov və Cığatil xanımı idi, Cığatil İsa qızı. Və həmin gecədə, yaradıcılıq gecəsində Respublikanın tanınan söz, şeir və musiqi insanları iştirak elədi. Həmçinin mətbuat nümayəndələri, televiziya işçiləri. Yəni, yəqin ki, bunu izləsəniz, YouTube-da var bu. Gözümün yaşı dolanım, ay dərdimlə yaşı dolanım, bir də sevə bilsən, məni sevərsən. Hələ çökməmişəm, qarımamışam, göyləyən yaram var, sarımamışam, mən də məhəbbətdən yarımamışam, bir də sevə bilsən, məni sevərsən. Sənə keşik çəkən göz də taparam, səni unutmağa söz də taparam, səni isitməyə köz də taparam, bir də sevə bilsən, məni sevərsən. Könlüm məni desə, yenə gələrəm, uçaram o şirin səsə gələrəm, gətirib ömrünə nəsə gələrəm, bir də sevə bilsən, məni sevərsən. Dedim ki, həmişə yadıma gün, dedim ayrılar qoparaq şivə, məni yaratmadın, ay məni sevmə, nə tez arzuları verirsən sənə, məni unutma, tələsmə. Dostlar, bu məclisdə xoş gördük sizi. Sazdan söhbət açar, sözdən danışar. Gizli sevdalardan, pünhan eşqlərdən, arxadan boylanan gözdən danışar.
kişiyə, adam var onda çox meşiyə, qadın var əvəzdir 101 kişiyə. Gəlin biraz o cür gözdən danışaq. Bəs deyilmi ürəyimi qırdığın? Bəs deyilmi mənə yara vurduğun? Bəs deyilmi soyuq durduğun? İtirmişəm, axtarıram, hardasan? Ürəklər qovuşub barışmaq istər, tellər bir-birinə sarışmaq istər, dodaqlar dillənib barışmaq istər. Ay insafsız özənmirəm, hardasan? Bu eşqi yalancı sanıb gedirəm, bugündən mən səni dağınıb gedirəm, sandım aldanmışam, qanıb gedirəm. Bu dəfə gecikmə, tez gəl, hardasan? Bir diskim işıq üzü gördü, nə bilirsən nə çəkirəm adlı. Öz sözlərim, səsim şeirlərimdən ibarət. O da 2 il öncə oldu. İndi hal-hazırda Abgül Mirzəyevlə inşallah yeni bir disk üzərində çalışacağıq. Mən bunu bu yaxınlarda bir saytda da müsahibəmdə dedim. Bayaq da elə sizin yanınızda zəng eləyən Abgül bəy idi. Deyir, yəni vaxt elə məşqlərə başlayaq. Yəqin ki 2015-ci ildə mütləq söz verirəm ki, şeirlərimdən ibarət şeir kitabım və bir diskim işıq üzü görəcək. Ömrümün ən o şəhlənən dövrü deyimmi, ən o yaxşı bir dövrü deyimmi, o anında, yəni tələbə vaxtı anamı itirdim. Sözsüz ki, o acı artıq 95-ci ildə olmuşdur, 20 ilin içindədir. O artıq o acını bugün də yaşayıram. İnsana hər zaman qocalanda da, laf belə çənəsi yerə üzr istəyirəm, dəyəndə də ana lazımdır. Çünki anasız həyat mənasızdır. Ana, mən həmişə deyirəm ki, evin şamıdır, ata evin sütunudur. Təsəvvür edin, sütun uçsa nə olar, şam sönsə nə olar? Yəni çırağıdır, ana evin çırağıdır. Mən bugün baxmayaraq artıq 15 ildə ailəliyəm, anayam, ana adını daşıyıram, amma hər zaman o adın qarşısına baş əyirəm və o acını yaşayıram. Bir gün ağır əməliyyat keçirdim. Ayılanda hamı ətrafımdaydı. Amma gözlərim bircə insan axtarırdı. O isə elə bil qeybə çəkilmişdi. Bir vaxtlar mən nə əzabla dünyaya gətirən, böyüdən, təhsil verən, amma sonunda barını yeyə bilməyən anam yanımda yox idi. Qapandı gözlərim, tutuldu dilim. Heç kimə, heç yerə çatmadı əlim. Elə hey tələsdim, yanıma gəlim. Yaman darıxıram sənin üçün, ana. Loğmanlar dərdimin dərmanı oldu. Sənsizlik qəlbimin fərmanı oldu. Övladlar ömrümün gümanı oldu. Yaman darıxıram sənin üçün, ana. Ən ağır anımda yanımda yoxdun. Ağrıyan canımda, qanımda yoxdun. Vaxt vardı arxamdın, arxamda yoxdun. Yaman darıxıram sənin üçün, ana. Yadlar bu halıma yaman ağladı. İllərin həsrəti məni dağladı. Sən istəyirdim,
ruhum çağladı. Yaman darxıram sənin üçün, ana. Kaş ki qapımızı döyə bilsəydin, kaş ki yanağımdan öpə bilsəydin. Yatdığın məzardan geri dönsəydin. Yaman darxıram sənin üçün, ana. Müsahibələrimdə həmişə sual verirlər ki, nədən qəmgin yazırsan? Bəlkə də bu yaşadığım bir taleyinin hardasa bir hissəsidir, qəmli notlar. Mən özüm də ana haqqında yazmışam. Yəni, bugünə qədər də bütün ədəbiyyatı, yazarları izləmişəm. Amma mənim ən çox xoşuma gələn Kəlbəcərli Əyyubun bir şeiri var. Deyir, ana, torpaqlara vermərəm səni. Yerin qollarımın arasındadır. Təbii sularla yumaram səni. Suyun gözlərimin qarasındadır. Doğrudan da ana o qədər bizim üçün müqəddəsdir. Həmçinin ata da. Mən ata haqqında da yəni yazmışam. Düzdür, şükür ki atam sağdır. Amma buna baxmayaraq bir gün Elnarə Abdullayeva mənim ən çox sözlərimi oxuyur. Səyyad Əlizadə oxuyur. Baloğlan Əşrəfov oxuyur. Yusif Mustafayev daimi mütəmadi oxuyur. Yəni bir sıra hal-hazırda gənc müğənnilərdən də var. Həm də mən özüm musiqi bəstələyirəm. Piano sinifini bitirmişəm. Tərifnamə ilə. O yüzden yəni musiqi savadım da var. Üstə gəldə 2 il Elnarə xanımla bir çalışmışıq. Muğam dərslərini hardasa ondan müəyyən qədər götürmüşəm. Həmişə deyir ki, nəsə səndə duyğu başqa cürdür. Bir gün məndən xahiş elədi ki, bax bu qədər ata şeiri oxuyuram, mənə çatmır. O atasını itirmişdi 3 il bundan öncə, artıq 4-cü ilin içindədir. Dedi, çox xahiş edirəm səndən. Elə bir şeir yaz dilən ki, bax o mənim o sarı simimə toxunsun. Doğrudan da mən yazdım o şeiri. Hətta o Space-də gedən etiraf verilişində aparıcını da ağlatdı. Yəni YouTube-da var milyonlarla izləyici, 20 milyonu keçin mən bilən izləyicisi var onun. Həmin şeir, orada ananı da oxunan muğamın sözləri müəllifi mənəm, atada da. Həmin şeir, yəni muğamda oxunan sözlər. Harada oxusa, bugün də həmin xanım hansı məclisdə, hansı tədbirdə oxusa, yenə də hamıya təsir eləyir. Yəni bir sözlə, mən həmişə deyirəm ki, hər birimiz bir evlad kimi valideynlərimizə borçluyuq və onların qarşısına daim borcumuzdur ki, baş əyməliyik. Nə analarımızın bizim üçün həsr elədiyi o yuxusuz gecələrin, çünki özümüz yaşadıq axı o anı, nə də atamızın o əziyyətlə bizə gedib nə zülümlə qazandığı çörək pulunu hansı ki gətirib bizi dolandırıbdır, onu heç birimiz o valideynin borcunu ödəyə bilmərik. Mən ona görə də həmişə ölənlərə rəhmət oxuyuram. Bütün kimin ki, yəni anası sağdır, amma onun qarşısına baş əyirəm. Atası sağdır, həmin valideynlərin qarşısına baş əyirəm. Hər zaman Allah mənim başımın üzərindədir. Yalandan deyim ki, o bəziləri var ki, məsələn, namazı bayraq eləyib, ələk eləyib üzünə. Məndə elə bir xarakter yoxdur. Allah mənim üçün, mən həmişə deyirəm ki, yaxşı dost yoxdur. Sadəcə yaxşı hesab elədiyimiz insanlar var. Darıxmaq yoxdur. Mənasız keçirdiyimiz gün var. Dünya yoxdur. Bir planet var yer adında, hansı ki biz yaşayırıq. Sonra heç nə yoxdur. Sadəcə bir Allah var. Və onun qarşısında mən həmişə səcdə eləyirəm. Hər çətin anlarımda Allah köməyim olur. Və mən bu günlərim hamıdan gizlədiyim bir sir var. Söz vermişdim ki, onu etiraf verilişində deyəcəm. Nəsə o veriliş bağlandı, qismət olmadı. Bugün arzulayıram ki, sizin bu yəni açdığınız verilişin, televiziyanın ayağı ayalı sayalı olsun. Mən ilk dəfə bunu burada xatırladacam, yəni sir kimi açacam. Mən 2 dəfə düzdür diskimdə demişəm, amma açıqlamamışam nə olubdur. Mən 2 dəfə ağır əməliyyat keçirmişəm. Əməliyyata alanda dedilər, çox ağır əməliyyatdır, dilindən kağız almalıyıq valideynin. 99% həkim boynuna götürmürdü. Dedi, 1% Allahın ümidinə, Allah ipin üzməzsə. Girdi əməliyyata, sağ-salamat əməliyyatdan çıxdı. Əməliyyat qutardı, məni palataya ötürdülər, dajı reanimasiyaya hətta ötürdülər. Dedilər, reanimasiyada qalsın, sonra keçirdərik palataya. O ərəfədə mən özümə gələndə dedilər ki, yoxdur, həkim dünyasını dəyişdi. İnanın, mən bir müddət özümə gəlmədim.
İkinci əməliyyatda da belə bir an yaşadım. Bəlkə bunu biraz deyim, hər adam deməz. Çünki qorxarlar simanı görəndə, deyərlər, bu qıza çətindir, əməliyyata getmək olmaz bu qızla, yəni deyim. Amma yəni mən olanı deyirəm ki, həyatın bir qanunudur. Hətta bizi, yəni mənim yaxınlarım buna gülürlər də. Yəni belə oturub söhbət edəndə Elnara xanım da, bacım da, nə, yəni də qohumlar zət belə dost tanış gülürlər ki, qız nə bu sirdir, nə möcüzədir ki, səni əməliyyata aldılar. Sən salamat çıxdın, onlar getdi. Deyirəm, bu Allahın bir sirridir da. Yəqin Allah alnıma belə yazıbmış. Mənim bir şeirim var, deyir, taleyimi yazan yazıb, özüm boyda qəbri qazıb. Varlığım yolunu azıb, olanlara dözənmirəm. Yurtsuz yuvasız şairəm, dinsiz imansız şairəm. Deyirlər, haqsız şairəm, olanlara dözənmirəm. Seyid nəslinin qoluyam, sinəsi qəmlə doluyam. Mən Allahın saf quluyam, Allahsızlar, dözənmirəm. Bir gün haqqı soran gələr, İncil gələr, Quran gələr, arxamızda duran gələr. Allahsızlar, imansızlar, dözənmirəm. Yəni belə bir şeirdir. Olsun ki, Allahla bağlılıqdır da, bu Allahla mənim aramda olan bir təmasdır deyim, bilmirəm nədir. Yəni Allahla olan bir sirdir. Ki Allah mənə qıymadı. Yenə də nə qədər ömrüm var, ömrümün sonuna qədər minnətdaram. Hər zaman, hər gün qarşısında baş əyirəm, dua eləyirəm. Hamıdan gizli, yəni bunu açıq-aşkar eləməyin mənası yoxdur. Mən arzu edirəm ki, bu günləri bizim ən yaralı yerimiz olan Qarabağımız, yəni işğalda olan torpaqlarımız, vətənimiz deyək də, vətənimizin o qaymağı özümüzə qayıtsın. Mən arzu edirəm ki, həmin torpaqlar özümüzə qayıtsın. Bugün heç kimə yuxarıdan aşağı baxmasın. Baxmayaraq ki, mən Qarabağlı deyiləm, mən Şirvanlıyam. Biz bütöv Azərbaycanlıyıq. Azərbaycanın hamımız zəncirvarı evladıyıq. Axtarsaq, baxarıq ki, hamı bir-birinə bəlkə qohumdur, dostdur, tanışdır. Qismət istəmirəm, yarım-yarım çıx. Mənə hər nə versən, nağıl ver Allah. Sənə əl açmıram vardan ötəri. Mənə bircə qırıq, ağıl ver Allah. Sevindir qəlbimi tək bircə doyum. Həsrətin bağrını əlimlə oyum. Dinəndə dilimin altına qoyum. Mənə bircə sıxma, oğul ver Allah. Bu sınıq könlümü sarıya bilsin. Dostumu, yarımı ağrıya bilsin. Soyumu, kökümü qoruya bilsin. Mənə bir qeyrətli oğul ver Allah. Mən üzr istəyirəm, Allah Taala mənə verdiyini bilmirəm necə olacaq. Onu zaman göstərər. Mən arzu edirəm ki, bütün oğullarımız, qızlarımız doğrudan da qeyrətli olsunlar. Nəyinsə xatirinə yox. Mənəviyyatları qeyrətli olsun. O insanlıqları qeyrətli olsun. Bax, bunu mən bütün gənclərimizə, bütün o böyüyən o uşaqlara, nəsillərə, bütün insanlara arzu edirəm ki, mənəviyyatları zəngin olsun. Gələcəklərini düşünsünlər. Mənim bugün heç kim yoxdur arxamda. Sadəcə bir Allah var. Allah deyib durmuşam. İnanıram da ki, yəni damla-damla bir göl olar da. Məsələn, adam var ki, birdən-birə qalxır. Amma o qalxanda pilləkənlər, o Nəriman Həsənzadənin bir qəşəng şeiri var. Deyir, yəni o qalxanda elə qalx ki, o düşəndə də həmin insanlarla rastlaşacaqsan. Onlara yuxarıdan aşağı baxma. Allahdan arzu edirəm ki, özümə görə yox, müəyyən insanlara kömək eləmək üçün uşaqlar evidir, qocalar evidir, kimsəsizlər evidir. Bax, onlara ürəyim istədiyi kimi, məsələn, imkanım olsun, eləyim. Hansısa bir məsəl üçün kəndi yolunumu, suyunumu çəkim. Bax, belə böyük arzularım var ki, xeyriyyətçi kimi də, bax, belə bir işlər görüm. Allah o imkanı versin edeyim. Həyat yoldaşım mənim həmişə dayağımdır. Mən qızıma da, bütün subay xanımlara da öz ömürgün yoldaşım kimi bir ailə başçısı arzu edirəm. Bir məqam var çatacağım. Tək Allahdan umacağım. Allah ömür istəyirəm. Amma o ömrü can sağlığı ilə xeyri nəsib eləsin ki, mən bütün insanlara ömür istəyirəm. Xoşbəxt bir avan yaşamaq ümidi ilə.